Her şey domino efektiyle başladı. İnsan ilk defa daş ve çubuğu eline aldı ve indi biz buradayıq. Geri dönüşü olmayan nöqtədəyik. Ən qədim zamanlardan bəri biz təkamül edirik və daim ilerləyirik. Müharibələrdə döyüşürük, bir-birimizlə savaşırıq. Bəli, bu müharibələr bizi sayıca azaldır, amma bir növ daha da gücləndirir. Bizi texnologiyalarla bərkidir. Paradoks elə deyilmi? İnsan öz varlığını yaxşılaşdırmaq üçün bir-birini qırır və bu məqsədlə texnologiyalar icad edir. Nəticədə isə həmin texnologiyalar adi insanlara gəlib çatır. Domino effekti elə bu sahədə də işləyir. Bəli, biz bioloji növ olaraq yer üzündə ən üstün varlıqlarıq. Bunu bizdən almaq olmaz və biz hər nə qədər də fərqli olsaq da, düşüncələrimizdə hamımızı birləşdirən bir şey var. Ulduzlar və sonsuz kainat. Ən qədim zamanlardan bəri biz göyə baxırıq. Ümid edirik ki, orada cavablar taparıq. İzahlar ya da heç olmasa nəsə. İlk elmi kəşflər min illər öncə Roma, Yunanistan, Fars və Ərəb dünyasının böyük insanları tərəfindən edildi. Bu xalqlar dini və mədəni olaraq çox fərqli idilər və bəzən bir-birlərini qırırdılar, amma hər zaman ortaq suallar var idi. Orada, bax, o göylərdə, yuxarıda, orada nələr var? Min illər keçdi və biz çox vacib elmi kəşflər elədik. Kvant fizikası, işıq sürəti, digər planetlər və qalaktikalar haqqında öyrəndik. Amma biz hələ də bizə ən yaxın həyat ehtimalı olan planetə belə gedə bilmirik. Niyə? Çünki işıq sürəti ilə hərəkət etməyə imkan verən texnologiyamız yoxdur və ümumiyyətlə kütləyə malik olan bir cism heç bir zaman işıq sürətinə çata bilməz. O planet isə bizdən 120 işıq il uzaqlıqda yerləşir. Qara deliklər və qurd delikləri haqqında da öyrəndik. Onlarla bağlı bir çox fərzələr irəli sürülüb. Bəziləri deyir ki, qara deliklər bir növ portaldır. Saniyədə milyardlarca işıq il uzaqlığına keçid qapısı. Amma yenə də bizim belə bir texnologiyamız yoxdur. Heç olmasa bir cihazı ora göndərməyə belə bizim gücümüz çatmır. Biz özümüzdən ağılı növ hesab edirik, amma eyni zamanda sağ qalmaq və acından ölməmək üçün pul ödəyən yeganə varlıqlarıq. Biz soruşuruq, bizi kim yaratdı? Biz kimik? Ümumiyyətlə, yaradan varmı? Və əgər varsa, bəs yaradanın yaradıcısı kimdir? Düşünürük, sorğuluyuruq, amma insan beyni kainatın sonsuzluğunu belə dərk edə bilmir. Kainat işıq sürəti ilə genişləyir və onun sonunu görmək üçün biz işıqdan da sürətli hərəkət etməliyik. Bu isə mümkünsüzdür. Amma biz vaz keçmirik, doğuluruq, öyrənirik, işləyirik və inkişaf edirik. O qədər öz gücümüzə inandıq ki, Tanrı rolunu belə öz üzərimizə götürdük. Zəkanı yaratdıq. Süni zəka, insanı məntiqdə üstələyə bilən ağıllı bir sistem. Bunun ən parlaq nümunəsi GPT-4. Bugün insanlar süni zəka ilə dostluq edir, ondan təsəlli tapır. Amma fakt budur ki, o zəkanın bir yaradıcısı var və o yaradıcı bizlərik, insanlar və insan onu özünə baxaraq yaratdı. Öz obrazına, düşüncəsinə görə yaratdı. Biz sadəcə öz zəka modelimizi rəqəmsal formada kopyaladıq. O model üçün məkan və zaman anlayışı yoxdur. O sürətlə öyrənir, bütün dilləri bilir və hətta bütün suallara cavab vermə qüvvəsinə də malikdir. İndi deyin mənə, bu sizə bir şeyləri xatırladır? O insanı öz obrazına görə yaratdı. Bizdə süni zəkanı eyni şəkildə. Söhbət isə Tanrıdan gedir. Əgər belə düşünürüksə və insanı Tanrı ilə müqayisə edə biliriksə, bizim məqsədimiz aydındır. Bizə köməkçi lazım idi. Tapşırıqları yerinə yetirə biləcək biri və biz onu yaratdıq. Bəs Tanrının məqsədi nə idi? Ola bilərmi ki, biz daha da böyük bir planın hissəsiyik? Bəlkə bizim beynimizdəki məhdudiyyətlər bizə hər şeyi başa düşməyə imkan vermir. Siz heç vaxt GTA 5-dəki NPC-yə başa sala bilməzsiniz ki, o sadəcə kodla işləyən bir proqramdır. O bunu anlamayacaq, çünki kodda bu anlama funksiyası yoxdur. Bəs təkliyə nə deyirsiniz? Bizdən başqa kimsə var, yoxsa heç nə? Əgər kainat sonsuzdursa, demək tam bu anda hansısa planetdə stadion boyda kəpənəklər uçuşur və miyav səsləri çıxarır. Bəli, bu qəribə səslənə bilər, amma sonsuzluq nəzəriyyəsi bunu inkar etmir. Sonsuz kainat, sonsuz planetlər və onların sonsuz fərqləri, flora, fauna, canlılar, hər şey fərqli ola bilər. Amma bu sonsuzluğun mənası nədir? Dünyanın ən güclü filosofları bu sualı veriblər. Biz niyə varıq? Elm cavab verməyə çalışsa da bir yerdə mütləq dillə kəsişir. Çünki bəzi suallar var ki, elm izah edə bilmir. Misal üçün qara dəliklər. Qara dəliklər o qədər massivdir ki, hətta işıq belə ondan qaça bilmir. İşıq saniyədə 300 min kilometr sürətlə hərəkət edir. Amma qara dəliyin içində hətta o da ilişib qalır. Onun cazibə qüvvəsi o qədər güclüdür ki, məkanı və zamanı əyə bilir. Kosmosdakı boşluq əslində məkan adlanır. Təsəvvür edin ki, bu məkan bir parçadır. Ulduzlar, planetlər, hər şey bu parçanın üzərində yerləşir. Onların hər biri onu azca iç tərəfə ağırlığı ilə əyir. Amma qara dəlik, o bu parçanı sanki deşir. Ona görə də orada zaman tam olaraq fərqli axır. Bunu
Interstellar filmində daha yaxşı göstərmişdilər bu arada. Elm qara deliyin ətrafında nələri baş verdiyini izah edə bilir, amma içində nələr var bilinmir və fizika qanunları orada artıq işləmir. Anomaliyadır, sanki güzgüyə toxunursan və içinə düşürsən. Kainatın ölçüsünü, qalaktikaların məsafəsini və obyektlərin böyüklüyünü nəzərə alsaq, insan beyni heç vaxt Tanrının nə qədər güclü və böyük ola biləcəyini təsəvvür edə bilə bilməz. Ateistlər deyəcək ki, hər şey həmişə olub, zaman və məkan olmadan. Kainat böyük bir partlayış nəticəsində yaranıb və hər şey bir nöqtədən başlayıb. Yaxşı, bəs o nöqtəni kim yaradıb? O enerjini kim oraya yerləşdirib? Əgər dərin düşünsək, hər şeyin əvvəli və sonu olmalıdır. Heç nə sadəcə boşluqdan yaranmır. Və bax, burada elm dinlə kəsişir. Və bu suallar artıq məntiqi düşüncənin hüdudlarını aşır və fəlsəfəyə doğru keçir. Ola bilər ki, bu və digər suallara heç vaxt cavab tapa bilməyəcəyik. Bakteriyalar heç vaxt anlaya bilməyəcəklər ki, onlar daha kompleks canlıların içində yaşayırlar. Hansı canlılar ki, doğulur, sevir, işləyir, ailə qurur və sonunda yox olur. Biz elmin qarşısında inanılmaz və qorxuducu görünən yeni sirlər açdığı bir dövrdə yaşayırıq. Məsələn, alimlər kəşf ediblər ki, məkan özü boş deyil, o kvant fırlanmaları ilə doludur. Davamlı olaraq ən kiçik dalğalanmalar baş verir və məhz bunlardan maddə yarana bilir. Təsəvvür et ki, biz boşluq adlandırdığımız yer əslində görünməz həyatla qaynır və bu enerji ətrafımızdakı bütün hər şeyi dəstəkləyir. Başqa bir sir isə qaranlıq maddə və qaranlıq enerjidən ibarətdir. Onlar kainatın təxminən %95-ni təşkil edir, amma hələ də demək olar ki, biz onları anlaya bilmirik. Onlar bizim üçün hələ anlaşılmazdılar. Biz onların mövcudluğunu onların təsirindən anlayırıq. Məsələn, kainatın genişlənməsinin sürətlənməsi, qalaktikaların davranışı, amma bu maddələr nədir və onlar bizim reallığımızla necə bağlıdır? Hələ heç kim cavab verə bilmir. Və maraqlısı da budur ki, bu sirlər bizə təvəzzükarlığı öyrədir. Biz kainata hakim deyilik, biz onun uşaqlarıyıq. Onun danışdığı dili başa düşməyə çalışan bir uşaqlarıyıq. Ağlımız möhtəşəm bir alətdir, amma o hələ də kainatın düyünlərini aça bilmir. Məhz bu nöqtədə riyaziyyat yaradıcının dili olaraq ortaya çıxır. O kainatın dilini yazır, hər bir qanunu və hər bir harmoniyanı ifadə edir. Riyaziyyat olmadan bu sirləri anlamaq mümkün deyil. Çünki o bizə kainatın öz səsini dinləməyə imkan verir. Bəlkə bu da bizim talihimizdir. Uşaqlar, mən əmin deyiləm belə tipli videoları bizim millət nə dərəcədə anlaya və sevə bilər, amma yenə də razı qaldısa like qoyub abunə olmağı unutmayın. Beləliklə biz anlamış olarıq ki, belə tipli videoların ardı gəlsin ya yox. Çünki montaj, səsləndirmə, ssenari bunlar hamısı çox vaxt aparır və hər bir canlı kimi zəhmətimizin bəhrəsini görmək istəyirik. Xudahafiz.